Hər vaxtınız xeyir olsun dəyərli dinləyicilər, həmçinin izləyicilər. Mən Xanlar Metiyevin təqdimatında Gündəm Qarabağ verilişini dinləyirsiniz. Bizi həmçinin izləyə bilərsiniz sosial şəbəkələrdən, Facebookdan və YouTubedan. CBC FM Azərbaycan yazmaqla Qarabağda özəl sektorun inkişafından danışacağıq. Orada yaradılan dövlət şəraitindən danışacağıq. Maliyyəçi ekspert iqtisadçı Orxan Məhmədzadə ilə. Hər vaxtınız xeyir Orxan müəllim. Hər vaxtınız xeyir xanım müəllim. Necəsiniz? Yaxşı, şükür. Qarabağda ümumiyyətlə özəl sektor üçün yaradılan imkanlardan danışaq bilirik. Həm sənaye parkları tikilir, ümumiyyətlə rezidentlərin sayı günü-gündən artır. Orada yaradılan o logistika imkanları, hava limanları və digər dəmir yolu xəttlərinin inkişafı ümumilikdə bu da təbii ki, özəl sektoru məhz Qarabağa gedib, ümumiyyətlə vergi güzəştləri falan da Qarabağda özəl sektorun inkişafına öz töhfəsini verir. Ümumilikdə digər hansı imkanlar yaradılır və bu özəl sektorun inkişafına orada necə təsir göstərəcək? Biz ümumiyyətlə istehsal sənayesinin ümumi olaraq dünyadakı gündəmdə olan iqtisadi gedişata nə qədər təsir göstərməsini bir nəzərdən keçirək. Və bugünkü gün dünyada öndə gedən iqtisadiyyatı güclü olan ölkələr əsas istehsal yönümlü inkişafa meyləniblər. Və biz bu istehsal yönümlü inkişafdan geri qalmamaq niyyəti ilə təbii olaraq daxili istehsalatın gücləndirilməsi niyyəti ilə həmçinin Qarabağdakı olan proqramlardan istifadə edərək özəl sektorun inkişafına dair yetər qədər proqram var və həmən o dövlət proqramlarına faydalanaraq istehsal proseslərini tənzimləmək niyyəti ilə yeni hazır məhsul bazara çıxarılması, həmən məhsulun beynəlxalq səviyyədə ticarət gündəminə gətirib çıxarılması və ayrıca olaraq da xarici investisiyalı istehsalçıların Qarabağ ərazisində hər hansı bir hazır məhsulun icra olunması, yəni istehsal olunması məsələsi ilə əlaqədar fərqli mövzulara toxuna bilərik. Amma burada bu mövzuları araşdırmamışdan öncə mənə görə biz əslində bu istehsal hissəsi nə qədər önəmlidir deyə bir kiçik olsa da bir müzakirə edirik. Çünki bugünkü gün biz geoiqtisadi və geosiyasi məsələlər nəzərdən keçirəndən sonra görürük ki, həqiqətən də Azərbaycan bir logistik həll olaraq tranzit bir əraziyə çevrilib və şərq və qərbi birləşdirən, tarix boyu şərq və qərbi birləşdirən bir ərazi olduğundan burada da bugünkü gün iqtisadi əlaqələrin bərpa olunması və iqtisadi mal ticarətindən tutmuş, ümumi fərqli həm sahibkarlıq, həm də ki, necə deyərlər, iqtisadi inkişaf meyilli proqramların tənzimlənməsi sırf bu ərazilərdən gəlib tənzimlənmiş olur və gələcək üçün də çox perspektivli bir layihələrimiz var. Layihələrin icra olması üçün yetəri qədər dövlət proqramları və ümumi olaraq uzaq görülən və necə deyərlər, iti addımlarla. Hansı layihələr var? Biz hansıları xüsusilə qeyd edə bilərik? Baxın, investisiya həcminin artırılması niyyəti ilə yetəri qədər dövlət proqramları var. Yəni, investisiya yönümlü layihələrin inkişafı niyyəti ilə həm investorun tam olaraq rahat şəkildə istehsal fəaliyyəti ilə məşğul olmaq niyyəti ilə logistik həllər tam olaraq icra olunmuşdur. Dövlət proqramları var, investisiya gəlib tam olaraq Qarabağ ərazisində, Qarabağ rezidenti olan təşkilatlar üçün fərqli dövlət proqramlarının içində vergi güzəştləri mövcuddur. Həmən vergi güzəştləri üzərindən də istehsal olunan hazır məhsulun mayəsi ucuz başa gəlir deyə həmən o nisbətən ucuz mayəsi olan hazır məhsulun beynəlxalq necə deyərlər, aləmə ticarət olunması çox rahat şəkildə tənzimlənir. Baxın, dünya praktikasıdır ki, biz nəzərdən keçirmiş oluruq. Dünya təcrübəsidir ki, hər hansı bir məhsulun repack, re-export anlayışı var və re-export olduğu təqdirdə tam olaraq eyni məhsul olmasa da müəyyən mənada tam olaraq istehsalı bitməmiş bir məhsul kimi Qarabağ ərazisində qablaşdırılması, ondan sonra tam olaraq hazır vəziyyətə gətirilməsi və nə olması, xarici ölkələrə ixrac olunması məsələsi. Bu sadəcə olaraq mümkün olan variantlardan bir neçəsidir. Ümumi olaraq yalnız Qarabağ ərazisində olmadığı kimi başqa ərazilərimizdə də misal
Məsəl alert zonasında bugünkü gün müzakirələr aparılır ki, iqtisadi zona olaraq elan olmuş olsun. Ayrıca olaraq logistik həllər üçün, yəni port, dəniz, necə deyirlər, qovşağı, yəni dəniz məlumatı olan, yəni logistik həll olaraq dəniz üzərindən, Xəzər dənizi üzərindən tam olaraq Avropaya gedən bir böyük bir alternativ olan logistik yollardan biri var. Ümumilikdə Qarabağda bu deyək iqtisadiyyatın canlanması Azərbaycanın ümumi iqtisadiyyatına nə qədər töhfə verəcək? Düstur çox sadədir. Yəni iqtisadi proseslərin tənzimlənməsi daxil olan investisiyaların həcminin artması niyyəti ilə tənzimlənmiş olur. Yəni investisiyalar daxil olduğu təqdirdə iş yerləri çoxalır, istehsal mövzuları çoxalmış olur. Sahibkarlar üçün sahibkarlıq fəaliyyətinin rahat şəkildə icra olunması üçün şərait tənzimlənmiş olur. Yeni ticari əlaqələr, ticari həllər və s. və ilaxır və baxın, hər bir istehsal ərazisində mütləq mütəmadi olaraq konfranslar, forumlar, orada beynəlxalq səviyyəli bəzi hallarda ticarət festivalları təşkil olunması, bu da birbaşa nəyə xidmət eləyir? Həm orada istehsal olunan məhsulla tanış olmaq üçün sahibkarların gəlib burada, yəni xarici sahibkarlar, investorlar və s. gəlib orada özün üçün gələcəyə dair bir biznes plan qurmaq niyyəti ilə gəlməsi bir müvəffəqiyyət əldə edib gedə bilərlər və yaxud da ki, ən pis halda həmən orada istehsal olunan məhsulun beynəlxalq aləmdə ən sadə şəkildə tanınması. Və bu təbii olaraq əlavə olaraq iqtisadiyyat üçün faydalıdır. Çünki bugünkü gün biz ölkələr tanıyırıq ki, iqtisadiyyatın tam olaraq turizm üzərində qurublar. Gürcüstan. Misal. Yəni ən az 80% ilə. Bəli. Və dünyada maraqlar tam olaraq iqtisadi yönümlü getdiyindən olduğundan iş turizmi mövzusu bugünkü gün gündəmdədir. Yəni çox müəyyən ümumi olaraq turizmin içində müəyyən bir hissəsini iş turizmi təşkil edir. Yəni sahibkarlar gedirlər, konfranslarda işləyirlər, biznes turizmi və o gedişatla əlaqədar da yeni əlaqələrin qurulması ki, bugünkü gün Azərbaycan üzərindən öz məhsulunu öz ölkəsi üzərindən çatdıra bilməyən, amma Azərbaycan üzərindən Made in Azərbaycan brendi üzərindən, yəni brendi ilə Avropaya çatdırmaq istəyən çox sahibkarı şəxsən mən özüm tanıyıram. Qeyd etmək lazımdır ki, biz adətən bu biznes, sahibkarlıq, investisiya deyəndə ağlımıza milyonluq şirkətlər gəlir, böyük. Amma nəzərə almaq lazımdır ki, Qarabağda xüsusilə kiçik və orta biznes üçün də çox yaxşı şərait yaradılıb. Və ümumilikdə kiçik orta biznesin inkişafı ümumilikdə Qarabağda biznes mühitinə necə təsir göstərəcək? Adətən Azərbaycanda biznes deyəndə böyük şirkətlər deyir ki, hər şeyi mən edeyim. Amma Qarabağda bu tamam fərqlidir. Böyüklər artıq kiçiklər üçün işləyir, kiçiklər də böyüklər üçün başlayacaq işləməyə və bir yerdə böyüyəcəklər. Gözəl vurğuladınız. Yəni Qarabağda fərqlidir sözü demək, yəni bu cümlə öz-özlüyündə çox böyük araşdırma istəyən bir cümlədir. Niyə? Çünki infrastruktur yeni qurulur deyə bildiyimiz hər bir sahədə həm xidmətə, həm mal çatdırılmasına, həm müəyyən mənada istehsalın təmin olunması üçün daha kiçik istehsala, bu kimi məsələlərdə yeni kiçik olan kiçik və orta biznesləri nəzərdən keçirmiş olsaq, daha çox kiçik bizneslərin inkişafı üçün yetəri qədər faydalı bir və səmərəli bir şərait var. O şəraitin tənzimlənməsi niyyəti ilə də artıq ağlımıza gələn istənilən növ kiçik biznes hesab olunan xidmət növləri nəzərdən keçirə bilərik. Yəni ən sadə bir nümunə deyək. Məsəl, insanların çox toplaşdığı yerlərdə müəyyən mənada onların ehtiyaclarının ödənilməsi üçün qida məhsullarının ticarətindən tutmuş bərbər salonlarına qədər, yəni çox sadə bir nümunə nəzərdən keçmiş olsa. Yəni infrastruktur sıfırdan qurulur deyə fərqli təkliflər və təkliflərin nisbətdə diqqət yetirin innovativ həllər. Yəni bu
deyə bilək hər yerdə bu var. Yəni infrastruktur qurulursa fərqli şəkildə, yəni yeni təkliflər olmalıdır. Amma Qarabağ innovativ həllərə üstünlük verdiyindən innovativ şəkildə də nə olmalıdır? Onun bir cavablandırılması və qarşılanması olmalıdır. Və indi yerli sahibkarlıqdan danışdıq və Qarabağda yetəri qədər düşünürəm ki, indiki zamana, yəni yaradılan şəraitə görə xarici investorlar da var. Bu xüsusilə alternativ enerji sahəsindədir, amma kənd təsərrüfatı və digər sahələrdə böyük üstünlük var. Bu da təbii ki, o mümbit şəraitdən asılıdır. Xarici investorların daha çox olması üçün düzdür, yəni dayanmadan danışıqlar aparılır. Amma cəlbi istiqamətində başqa hansı işlər görməliyik biz? Dediyim kimi maariflənmə, məlumatlandırma, bu ərazilərin təhlükəsiz olmasını bir daha investorlara çatdırmaq. Çünki son olan siyasi gedişatların yekununda həqiqətən də məlum oldu ki, ən təhlükəsiz yer Azərbaycan. Azərbaycan təhlükəsiz ərazi olaraq hesab olunur. Bizim işimiz ondan ibarətdir ki, biz mütəmadi olaraq xarici olan iş adamları, sahibkarları, iqtisadiyyatçılar, maliyyəçilər, biznes sahibləri və s. mütəmadi olaraq biz bunlarla neyik? Ünsiyyətdəyik, iş qurmaq, iş inkişaf elətdirmək niyyəti ilə və hər daim bu gedişat əsasında hamısı deyirdi ki, Azərbaycan biraz təhlükəli ərazidir və s. Hamıya da deyirdim ki, rahat olun. Yəni region üzərində mənə görə ən təhlükəsiz ərazi elə Azərbaycandır. Proqnozlarım da düz çıxdı, düz nəticələndi və bugünkü gün görürəm ki, həmən biraz skeptik və yaxud da ki, təhlükə ilə yanaşan investorlardan tutmuş iş sahiblərinə qədər həqiqətən də tam olaraq fərqli yanaşırlar. Bunu nə etmək lazımdır? İnvestisiyanın cəlb olması, inkişaf olması, artırılması niyyəti ilə maariflənmə işlərinin təmin olunması lazımdır. Şəxsən biz öz adımıza deyə bilərəm ki, biz bu işin icra olması niyyəti ilə beynəlxalq səviyyədə bir forum təşkil edirik. 30-31 oktyabr tarixində keçirilən bir forum olacaq. Və həmən forumda biz bir neçə fərqli ölkələrdən bacardığımız qədər çox sahibkarı həmən foruma dəvət edəcəyik. Qeyri-xarici ölkələrdə görüşürük, MDB ölkələrində, Ərəb ölkələrində və s. Və Azərbaycana dəvət edərək Azərbaycanın daxili ekosistemi ilə qısa müddətdə olsa da bir mütləq şəkildə tanışlıq keçirəcək, B2B görüşlər təşkil etmiş olacaq. Dövlət rəsmilərini dəvət etmişik, xarici ölkələrin dövlət rəsmiləri gəlib həmən tədbirdə iştirak edəcəklər. Bizim dövlət rəsmilərimizi dəvət etmişik. Və bu kimi forumların, bu kimi biznes mühiti çərçivəsində aparılan maarifləndirici və işlərlə tanıtım olan tədbirlərin çoxalmasını istəyərdik. Və maraqlı bir məqam da odur ki, siz forum keçirdirsiniz və bir neçə ölkədən nümayəndələr dəvət edəcəksiniz. Xüsusilə hansı sahələrdən olacaq? Yəni xarici investor üçün Azərbaycan və xüsusilə Qarabağ hansı tərəfdən baxanda maraqlı görünür? Yəni hansı sahə üçün daha maraqlı görünür? Getdikcə yeni dünya düzəni hamı deyirdi, yeni dünya düzəni, yeni innovativ həllər, gələcəyin biznesi, gələcəyin ekosistemi və s. Amma hamı bir sözü tam olaraq dərk eləmir ki, yeni ekosistem və gələcəyin biznesi barəsində danışdığımız təqdirdə o artıq bugün yazılır. Və müəyyən mənada həmən bu forumda bu kimi məsələlər işıqlandırılsın deyə yerli startaplar üçün ayrıca bir platforma yaratmışıq və startapların orada nümayiş olunması, gələn potensial olan investorlar üçün həmən o startap sahiblərinə birbaşa görüşlərin təşkil olunması, Azərbaycandakı həqiqətən bəzi startaplar var ki, çox dəyərlidir və mənim özüm akademik bir fəaliyyətim də var və hətta bugünkü gün universitetlərin birində tələbələrin arasında startap sahibləri var ki, yəni çox maraqlı bir startaplar icad ediblər. Mütləq demişəm ki, sizə həmən forma əlavə edəcək. Gedin öz fikirləşdiyiniz, düşündüyünüz o məhsulları orada təqdim edin. Daha çox innovativ kiber proqram və s. bu kimi, yəni həllər olaraq startaplardır. Amma Azərbaycan üçün, məsələn, Azərbaycan miqyasına dair çox maraqlı bir həllər var. Yəni tələbələrin sevindirici haldır. Və bu TEY forum ticarət
Trade Export Innovation deyə adlanır. Və Trade Export Innovation hissəsi tam olaraq həmən bu startapların innovativ həllərinin təşkil olunması və s. Və bu kimi məsələlərdə də həmən Qarabağ ərazisində xarici investorlar gəlib də öz məhsulunu Qarabağ ərazisi üzərindən müəyyən mənada xarici bazara aparılması niyyəti ilə həmən o innovativ həllərin tətbiq olunması məsələsi var. İnnovativ həllər nəzərdə tutduğumuz nədir? Həm təbii olaraq dediyimiz kimi IT həlləri nəzərdə tutulur, həm də logistika imkanları təklif olunur və diqqət yetirin alternativ logistika variantları var ki, ən təhlükəsiz və ən sürətli. Bəli. Yəni bu məsələlər bugünkü gün biznesin icra olması, yəni müvəffəqiyyətin sirlərindən biri logistikadır. Yəni bugünkü gün bir saat belə geciksə milyonlarla pul deməkdir. Yəni biz bunu bugünkü gün an etibarilə yaşayırıq. Dünya bunu yaşayır. Yəni. Və demək olar ki, hər kəsin də üst tutduğu yeganə ölkə Azərbaycandır və düşünürəm ki, sayda artacaq və ən son Qəbələdə olan görüşlərdə bir daha bunu sübut elədi ki, hətta Avropa belə yəni bizlə əməkdaşlıq eləməyə, burada yatırımlar eləməyə, Qarabağa yatırımlar eləməyə, ümumiyyətlə istər hərbi əməkdaşlıq olsun, istər digər sahələrdə maraqlıdırlar və biz də təbii ki, hər zaman kimi qapılarımız açıqdır, investorlar da gəlsin və sizin kimi sahibkarlar da, sizin kimi maliyyəçilər də təbii ki, çox olmalı ki, bu cür forumlar çox təşkil edilsin və sizi bir daha studiyamızda görmək xoş olardı. Çox təşəkkür edirəm. Və Gündəm Qarabağ verilişi bununla da yekunlaşır. Sizsə bizi dinləməkdə, bizi də izləməkdə davam edin. Sağ olun.